Salam, hər vaxtınız xeyir. Ən çox verilən suallardan biri nədir? Soruşurlar məndən, müəllim, kimya mühəndisliyi necə bir ixtisasdır? Kimya mühəndisliyi nədir? Kimya mühəndisliyi nədir? Yəni biz kimyada bir maddələrdən danışırıq. Məsələn, bir maddə, məsələn, etilen və ya alkanlardan tutaq ki, etan. Bu kimyaya aid bir şeydir. Kimya mühəndisliyi nədir? Bu etandan sənayədə istifadə olunan müəyyən bir materialın hazırlanması var da, yəni ora qədər gedən proses var. Bax, onu öyrənir. Kimya mühəndisləri o işi görür. Məsələn, polietilen var. Polietilen örtükləri var. Polietilen örtüklər nədən alınır? Məsələn, alkanlar tutaq ki, etilindən alınır. Orada hansı proseslər gedəcək, hansı kimyəvi çevrilmələr gedəcək, hansı şəraitdə gedəcək, nə qədər enerji sərf olunacaq, bunu hesablayır kimya mühəndisləri. Kimya mühəndisi budur. Kimya mühəndisi ixtisası bir növ kimya, fizika və riyaziyyatın qarışığıdır. Tək burada kimya deyil. Biz bunları da müəyyən mənada bilməliyik. Kimya mühəndisliyi ixtisasına yiyələnmək üçün müəyyən, belə deyək də, riyazi təfəkkürümüz olmalıdır. Kimya mühəndisliyi ixtisası harda var? Azərbaycanda Neft Sənaye Universitetində var, Bakı mühəndislikdə var, Ali Neft Məktəbində var. Ortalama 300-dən yuxarı balla həmin ixtisasa qəbul olmaq olur. Sağ olun. Kanala abunə olmağı da unutmayın. Öncədən təşəkkürlər.